Vacib məlumatlarınızı SSD-lərdə saxlayırsınızsa, bu videonu sonadək izləyin. Çünki məlumatlarınız ciddi risk altındadır. Çoxumuz elə bilirik ki, SSD-lər ömürlük istifadə edə biləcəyimiz etibarlı yaddaş qurğularıdır. Əslində isə SSD-lərin işləmə mexanizmi bir növ batareyaları xatırladır. Bu qurğuların içərisində elektrik yükləri var. Bir SSD qurğusuna uzun müddət, məsələn 2-3 il elektrik enerjisi verməsəniz, qurğunun detalları tədricən sıradan çıxmağa başlayacaq. Bununla birlikdə həmin qurğulardakı məlumatlarınız da yoxa çıxacaq. Texnologiyada datanın çürüməsi kimi tanınan bu proses istifadəsiz qalan SSD-lərdə tez-tez rast gəlinir və isti mühitdə bu proses daha sürətli gedir. Bəs arxiv sənədlərinizi, şəkillərinizi və ya videolarınızı harda saxlamalısınız? Cavab çoxumuzun bəyənmədiyi, bir qədər də kobud görünən hard disklərdə. Mexaniki disklər məlumatları maqnit lövhələrə yazır. Vakuum şəraitində saxlanılan bu lövhələr uzun illər məlumatları etibarlı şəkildə qoruyur. Əslində burada qayda sadədir. SSD datanı sürətli emal etmək üçündür. Yəni gündəlik işlər zamanı istifadə etdiyiniz materialları SSD-lərdə toplaya bilərsiniz. Söhbət arxivləşdirməkdən gedirsə, onda seçim hard disklər olmalıdır.